kişi kişinin haqqına girməz. Yəni, əgər bir rəy yazırsınızsa, haqqına yazmaq lazımdır. Biz burada çörək qazanırıq. Girib yazırlar ki, gəldim, yedim, dadlı deyildi. Səhifəsinə girib baxırsan, bura adiyyatı olmayan bir adamdır. Ayağı bir dəfə bura değməyib, məlumatı yoxdur. Qardaş, sən bunu gülmək üçün edirsənsə, düzgün bir şey eləmirsən. Bax, məsələn, yazıb da bu qardaş, mən tanımıram onu kimdir, nəçidirsə, adını da bilmirəm. Amma yəni, məlumdur ki, gəlib yeyib, haqqına yazır ki, bəs yedim, dadlıdır, əladır, zordur. Lap yaxşı, qardaş, nuş olsun. Belə olmaq lazımdır. Əlavə olaraq bildirmək istəyirəm ki, bir nəfər də girib yazıb ki, 2 manata mal lüləsi olar, cəmaata alladırsınız. Nə ətindən o? Qardaş, mən haçanı demişəm mal ətidir. Bir çox videolarında qeyd edirəm ki, toyuq ətindəndir, amma Əşrəf əminin xüsusi olaraq hazırladığı reseptlə hazırlanır. Ona görə belə dadlı lülə çıxır ortaya. Və heç bir restoranda bu dadı görə bilmərsiniz. 100% sizi əmin eləyirəm. Dəyərli dostlar, inşallah ki, gəlin. Yerimiz Şabran şəhərindədir. Ulu Öndərin adına olan parkın mərkəzindəyik. Buranı çək, zəhmət olmasa, qardaş. Bismillah. Stiyotu, sumağı, hər bir şeyi vurulur lülənin. Hazırlayırıq. İndi verəcəm bunu operatorumuza. Bəlkə nəsə demək istəyirsən, ürəyindən nəsə keçir. Salam deyirəm müştərilərimə, cəmatıma, xalqıma. Var olasınız. Tut Nurlan, sən bunu zəhmət olmasa. İndi ver, mən çəkim səni. Parkımız da düşsün. Yemisən yoxsa yox? Bugün yemisən? Bugün yox, amma ki, mən dünə 2 dənə yemişəm, Əşrəfəm özü bilir. Mənim ən sevdiyim lülə, həqiqətən Əşrəfəmin hazırladığı lülədir. Yəni, bunu gəlib burada yeməyən adam durub orada boş-boş heç yazıb eləməsin. Gəl bunu ye, ondan sonra danış. Əşrəfəm, əlinə sağlıq. Çox sağ ol. Alınıb həmişəki kimi. Amma bir şey mən əsəbiyəm. Reseptini mənə demir. Nə qədər mən sən qılığıma girdim ki, mənə öyrətsinlər, kişi demir də qalır. Bir də unutmadan bir şey deyim. Analarımız, bacılarımız, çalışmaq istəyən xanımlar diqqətlə dinləsin. Bizim ailə istirahət mərkəzində çalışan xanıma ehtiyac var. Qabuyan da, üzr istəyirəm, çay dəmləmək üçün, bağışlayın. Sırf çay dəmləmək üçün. Kim çalışmaq istəyirsə, gəlsin inşallah ki, yerimiz Şabran şəhərindədir. Ulu Öndər Heydər Əliyevin adına olan parkın mərkəzində videonun əvvəlində də qeyd elədim. Mərkəzi xəstəxanaya çatmamış Heydər Əliyev prospektində sağ tərəfdə parkın mərkəzinə gəlirsiniz. Burada ətraflı olaraq danışırıq. Şikayət və təkliflərinizi rəy bölməsinə yazmağı unutmayın. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.